Bəli, biz həmişə şəhid analarının yanında olmalıyıq. Onlara diqqət, hörmət ayırmalıyıq. Onlar bizdən, anamız da dedi, mənəvi dəstək istəyir. Cabir Novruzun bir gözəl şeiri var, yazır ki, deyir, mən bizim anaları günəşlə tən tuturam. Mən bizim anaları günəşlə tən tuturam. Onlara gül çələngini məhəbbətdən tuturam. Əlvan qövs-i qüzeydən min cür rəng istəyirəm. Onlara od verirəm ürəyimin odundan, övladların adından, oğulların adından əyilməz analara əyilmək istəyirəm. Oğulları döyüşlərdən geri dönməyənləri, fəqət ürəklərində ümid sönməyənləri, bir gecədə saçını ağappaq hörənləri, bir gözü ilə ağlayıb biri ilə gülənləri, keçmiş qanlı davadan söz salanları, bəli, gəlinsiz olanları, nəvəsiz qalanları, övlad hərarəti ilə isitmək istəyirəm, ürək hərarəti ilə isitmək istəyirəm. Mən bizim analara söz qoşmaq istəyirəm. Ən cavan analara, ömrünü bizə verib qocalan analara, bizə laylaları ilə xoş həyat verənlərə, bizə tali bəxş edib bizə ad verənlərə, toyumuzu görəndə 100 il gəncləşənlərə, qadın adlı xilqətə, ana adlı bəşərə söz qoşmaq istəyirəm. Nə qədər nəfəsim var, nə qədər səsim var, bəli, analara söz qoşmaq istəyirəm. O şeirləri demək istəyirəm. Elə onların, övladların yanında bu qəhrəman anaları alqışlamaq istəyirəm. Allah hər birinizi var eləsin. Biz sizlərə borcluyuq. Bizim qardaşımız da iştirak edir. Burada İlkin qardaşımız döyüşdə iştirak edib. İlkin, sənin də çıxışını istəyərik. Böyüyağı ilə dost